biz bilirik ki, sosiologiyadan və kriminologiyadan cinayəti tətikləyən səbəblər strukturaldır, dərindədir. İqtisadi, siyasi, sosio-mədəni. Məsələn, tutaq ki, bir insan çıxır, əgər bir ölkədə inflyasiya çox yüksək səviyyədə artıbsa, yoxsulluq artırsa, mən hansı haqqla deyə bilərəm ki, cinayət törətməyin? Mənə deyə bilərlər ki, sən rahat yerdə başa düşmürsən məni. Mən çox asanlıqla özümün bu çağrışımı müdafiə edə bilməyəcəm heç cür. Asanlıqla uduzacam bu. Ona görə mən xahiş eləyə bilərəm sadəcə. Ən yaxşı xahiş edə bilərəm, amma o da deyə bilər ki, sən öz işində ol, mənim öz maddi ehtiyaclarım var. Mən onu ödəmək üçün lazımdırsa oğurluq eləyərəm. Bir də maraqlanmışdım ki, din cinayəti necə qarşısını alır. Azərbaycanda xüsusilə bu aktualdır. Məsələn, dünyada çox az araşdırılan mövzulardan biridir. Bunu empirik bir sübutlarla danışmaq bir çətindir. Amma hətta dünyada. Bəli, bəli. Əminəm ki, bu gün məsələn kimsə Azərbaycanı araşdırmaq istəsə, bunu çox yaxşı bir jurnalda nəşr edə bilər dünya, yəni qlobal miqyasda. Qəşəng mövzu oldu ha. Sosiologiyanın istədiyi, amma araşdırılmayan mövzulardan biridir. Bəlkə özümü araşdırma onu. Başlayın. İcazə verirsiniz. Buonasera. Sən də özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şırnankaya uçmuşam. Yaxınlarımız şu, bəzi insanlarımız şu. Xahiş edirəm Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, yenə bu şəhərdə üz-üzə gəldik. Açar yenidən efirdədir. Bugünkü dəyərli alim qonağım İnqilab bəy Şahbazovdur. İnqilab müəllim cinayət sosiologiyası üzrə tədqiqatçı alimdir. İnqilab müəllim, xoş gəlmisiniz. Xoş gördük. Sizinlə bir neçə il əvvəl tanış olduq və mən açıq deyim ki, sizdə olan yüksək əxlaqa, mədəniyyətə valih oldum. Əslində, alimin gözəlliyi həm də onun əxlaqlı olmasındadır, mən düşünürəm. Lovğa alim çox fayda verə bilməz. Xüsusilə sosial elmlərdə. Çünki sosial elmlər birbaşa toplumla, insanlarla əlaqəlidir və siz də bu sahənin çox dəyərli tədqiqatçı alimlərindən birisiniz. Bunu mən sadəcə kompliment kimi demirəm, öz müşahidəmi deyirəm, bir neçə kitabınız var və iki əsas sahədə çalışırsınız. Bir, sosiologiya sahəsində, bir də tədqiqat metodları. Bu da ayrı bir sahədir. Mən istəyirəm bu iki sahədə siz bizə bilgilər verəsiniz, biz sizdən öyrənək. Kimsiniz, harada təhsil almışsınız? Mən bilirəm, xaricdə təhsil almışsınız. Əgər xaricdə təhsil almışsınız, niyə Azərbaycana qayıtmışsınız? Azərbaycanda hansı işlərlə məşğulsunuz? Buyurun. Çox sağ olun dəvətə görə. Bəli, mən təhsildən başlayayım, belə xronoloji ardıcılığı qorumaq üçün. Mənim təhsilim İngiltərədə olubdur. Sosiologiya üzrə, sonra kriminologiya üzrə belə olubdur. Sosiologiya bakalavr, kriminologiya magistratura olubdur. Magistratura dərəcəmi kriminologiya üzrə aldım. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində. O da sosial elmlər üzrə bir çox məşhur sosioloq və kriminoloqun işlədiyi müəssisədir. Mənim üçün həmişə arzu etdiyim yer oraydı. Arzularıma çatdım, belə deyək, birinə çatdım. Ondan sonra mən Azərbaycana qayıtdım. Əsas məqsədim Azərbaycanda tədqiqatlar aparmaq idi, humanitar sahədə. Xüsusilə mənim maraqlı cəmiyyəti öyrənmək. Yəni, dediniz ki, niyə qayıtmırsan? Mənim maraqlı ki, Azərbaycanda öyrənək. Çünki dünyada siz də bilərsiniz ki, sosiologiya daha çox qərb ölkələrində inkişaf edib, bir də uzaq şərqdə. Digər cəmiyyətlər böyük ölçüdə öyrənilməmiş qalıbdır. Bunu kimsə öyrənməlidir. Mən düşünürüm ki, mən onu öyrənən
tədqiq edən şəxslərdən biri ola bilərəm. Uzaq Mənim şərq üçün. deyəndə hansı ölkə? Yaponiya xüsusilə bu mənada çox irəlidir. Onların məşhur sosioloqları var. Aha. Amma Azərbaycanda bilirik ki, bu sahə bir o qədər inkişaf edəməyib təəssüf ki, amma kimlərsə bu inkişaf elətdirməlidirsə, məncə bu yeni nəsil olmalıdır. Mən düşündüm ki, bunu edə bilərəm. Sosiologiya nədir? Sosiologiya cəmiyyəti öyrənən elm, ən qısa formada isə cəmiyyəti öyrənən elmdir. İnsanın davranışını, hadisələrin səbəblərini və nəticələrini və cəmiyyətdə olan qanuna uyğunluqları öyrənən elmdir. Bir cəmiyyətə baxanda qıraqdan da görsənə bilər ki, bir xaos var, hər kəs öz işinin dalınca qaçır, öz məqsədini güdür, amma əslində cəmiyyətdə bir qanun var əslində, biz onu görmürük. Qanuna uyğunluq var. Qanuna uyğunluq var. İnsanların davranışına böyük ölçüdə kənar qüvvələrdən təsirlənir. Bu qüvvələr bizim davranışlarımıza təsir edir. Sosioloqlar daha çox bunu öyrənməkdə maraqlıdır. Məsələn, niyə tutaq ki, iki oxşar ərazi götürə bilərik Bakının daxilində? Niyə birində məsələn cinayətkarlıq çoxdur, birində azdır? Axı bunlar hər biri Azərbaycanlıdır. Etnik mənsubiyyəti eynidir, dini mənsubiyyəti eynidir, amma keçmişlər bir-birinə oxşaya bilir, amma əsl dərinə gəlin görürsən ki, yox, başqa sosioloji, iqtisadi faktorlar var ki, cinayətkarlığı artır, azaldır. Bu sadə bir nümunə. Mən tələbələrimə tez-tez bir nümunə göstərirəm ki, bir insan övlad sahibi olmaq istəyirsə, bu elə bilir ki, əslində bu tamamilə onun özünün qərarıdır. Yəni, deyə bilər ki, övlad sahibi olmaq ana-atanın verdiyi bir qərardır. Amma əslində cəmiyyətin diktəsidir. Cəmiyyətin diktəsi çox yüksəkdir. Bir çox ailədə biz görə bilərik ki, burada sosioloji, mədəni, iqtisadi, siyasi amillər var ki, o həmin ailədə dünyaya gələcək uşaqların sayına təsir edir. Yəni, bu qədər şəxsi görünən qərar belə əslində cəmiyyətin təsirindən məruz qalan qərarlardan biridir. Ona görə biz, məsələn, bütün dünya üzrə baxsaq, əksər ölkələrdə uşaqların sayı azaldığını görürük, evliliklərin sayı azaldığını görürük, boşanmaların sayı artır. Deməli, nəsə burada qanuna uyğunluq var ki, bunu öyrənmək lazımdır. Bu sadəcə bir Amerikan və yaxud bir İngilis ailənin, Azərbaycanlı ailənin verdiyi qərar təkcə belə baxılmalı deyil. Demək, burada dünyada gedən proseslər var ki, bu cür qərarları tətbiq edir. Demək, sosiologiya o qədər vacib sahədir. Mən özüm də sosiologiya sahəsindəyəm, oxuyuram, dayanmadan araşdırıram, çox sevirəm bu sahəni. Elitar sahədir də, elitar sahədir, yəni elit bir sahədir. Niyə görə? Çünki o Maslow'un ehtiyaclar piramidası var da, orada deyir ki, birinci mərhələ hələ sənin konkret maddi ehtiyaclarındır. Yeməkdir, qidalanmadır, nə bilim bir normal evdir falandır. Sosiologiya o birinci pillədə deyil də, sonraki mərhələdədir. Araşdırırsan və 19-cu əsrdə yaranıb bu sahə. Belə deyək, ən əvvəlcə toxumları səpilib 18-ci əsrin axırlarında, amma əsas bəli 19-cu əsrdə formalaşıb. Amma 14-cü əsrdə İbn Xaldun var bizdə. Məsələn, Giddens kitabında onu da sosiologiyanın əsas banilərindən biri hesab edir. İbn Xalduna münasibətiniz necədir? İbn Xaldun o cəhətdə mübahisəli fiqurdur ki, bəzi şəxslər onu Giddens və yaxud digər qərbi alimləri onu həqiqətən bunun banisi hesab edir, amma hər kəs buna razı deyil. İbn Xaldun Giddens daha insaflıdır. İnsaflı davranıb, bəli. İbn Xaldunun, bəli, cəmiyyəti öyrənibdir, cəmiyyətə başlayan prosesləri müşahidə edib, qeydlər götürüb, amma onun yanaşması tamamilə indiki elmi üsullarla olmayıb da. O cəhətdən mübahisə yaranır ki, o tamamilə əsl tədqiqatçı kimi davranıb, yoxsa sadəcə müşahidələrini paylaşıbdır. Amma danılmaz faktdır ki, bəli, onun işlərinə baxında biz cəmiyyətin öyrənildiyini görə bilərik. O diqqət yetirib məsələlərə. Mənim bir baxışım var. İbn Xaldun 14-cü əsrdə müsəlman sosioloqudur. Bizim bir dostumuz var, Anar Qafarov. Bu baxışı həm də mən ondan öyrənmişəm. Filosofdur. Bizim qonağımız da olub. Anar müəllimin çox gözəl bir sözü var. Deyir ki, ekzistensiyanı, yəni mövcudu ayırmaq olmaz. Bu şərqlidir, bu qərblidir, bu müsəlmandır, bu qeyri-müsəlmandır. Gözəl yanaşmadır. İndi bayaq bir Facebookda status yazdım. Elə siz gəlməmişdən qabaq. Yazdım ki, dünən beynimdə formalaşmışdı, bugün yazdım. Ağıl Tanrının töhfəsidir. Ağıllı insanları dinləmək və oxumaq, dolayısıyla Tanrını dinləmək, oxumaqdır. İndi söhbət edən gedir.
oxuyursa, amma bir dənə şərti var. O lovğa olmasın. Lovğa ki oldu onu Giddens İngilis sosioloqudur. Demək, ensiklopedist də belə deyək bu sahənin. Oxuyursan ilah, o qədər ləzzət alırsan. Çox sadə yazıb. Çox sadə, gözəl, mükəmməl, məzmun güclüdür, forma sadədir. Formanın sadəliyi məzmunun qeyri-ciddi olmasına dəlalət etmir. Bunlar fərqli kateqoriyalardır. İndi gəlirik, çox gözəl başladıq İnqilab müəllim. Həqiqətən ləzzət verir. Kaş bu saatlarla ola və mən sizi dinləyəm, öyrənəm sizdən. Demək, sosiologiyanı ümumi bildik, cəmiyyətdə gedən prosesləri araşdırır, siyasəti də araşdırır, dini də araşdırır, nə bilim, cinayəti də araşdırır, iqtisadiyyatı da araşdırır, iqtisadiyyatın cəmiyyətə təsiri. Bəli, iqtisadi sosiologiya, iqtisadiyyatın sosiologiyası və s. və ilaxır. Demək, böyük bir elmdir. Sonra da bu bölünüb müxtəlif sahələrə, indi cinayətin özünün bir sosiologiyası var. İstəyirəm bu sahədə biraz danışaq. Birinci, onu demək istəyirəm, indi ümumiyyətlə sosiologiyada hansı ölkələrdə daha yaxşı tədqiqatlar aparılır, sosioloqlar var. Bayaq işarə elədiniz, bir dənə onu keçək, 1-2-3 dəqiqəlik. Sonra keçək cinayət sosiologiyasına. Sosiologiyanın yarandığı coğrafiyaya baxanda Qərbi Avropada yaranıb, sonra köçüb Amerikaya, belə onu yaradan insan bir qismi Amerikaya köçəndən sonra... Hamısı Amerikaya köçüb də sonralar. Hamısı demək... Universitetlər oradadır axı. Universitet oradadır və əvvəl indi bəziləri Avropada olan siyasi rejimdən qaçmaq üçün Amerikaya qaçıb köçüblər. Xüsusilə nəzər alınır ki, Almaniya əsas məktəblərdən biri olubdur. Almaniyada Hitlerin hakimiyyəti dövründə nə qədər insan oradan qaçıb özünü qorumaq üçün. Amma həmin qaçan insanlar... Frankfurt məktəbli nümayəndələri də qaçıb. Nümayəndələri də var, bəli. From, misal üçün. From var, bəli. Amma onlar İngiltərə və Amerika qaçandan sonra orada yayılıb və inkişaf edibdir. Amma bugün təbii ki, Almaniyada əsas məktəblərin biridir, inkişaf edibdir. Yaponiyanı deyə bilərik, hansı ki, tanınmış sosioloqları var. Digər ölkələrə gələndə, məsələn, mən də İngiltərə, Cambridge-də, yəni oranın doktoranturası da oxuyuram və əlaqələrim olduğuna görə bilirəm ki... Niyə Cambridge-də təhsil alırsınız? Bəli. Onun təşəbbüslərindən biri də kriminologiyanı Şərqə və Afrikaya, Cənubi Amerikaya mümkün yaymaqdır. Yəni, orada populyarlaşdırmaqdır. Və o cəhətdə, məsələn, məni ora qəbul olanda bizim direktor çağırdı, institutun direktoru və dedi ki, mən sevinirəm ki, Cənubi Qafqaz regionuna burada bir şəxs var. Bizə maraqlıdır ki, orada kriminoloji araşdırmalar olsun. Eyni formada bizim institutda Cənubi Amerikadan, Afrikadan az olsa şəxslər var. Yəni, son dövrlər artıq bunun coğrafiyası yayılır. Əvvəllər araşdırmalar çox etnosentrik, yəni bir ölkədə olurdu, bir cəmiyyətdə olurdu. İngiltərə, Amerika, Fransa bitdi. Amma sonra artıq böyüyür. Bu gedişdən yəqin ki, daha da böyüyəcək. MDB məkanına baxsaq, müstəqil dövlətlər birliyi. Burada Rusiya biraz diqqət çəkir. Rusiyadan xeyli alim var ki, çox məşhur jurnallarda məqalələri nəşr olubdur. Bəziləri hətta artıq məşhur universitetdə işləyirlər. Amma indi nəzərən ki, Rusiyanın əhalisi böyükdür, orası da var. Onların da Sovet məktəbi də onun danmaq olması ki, oradan yetişən insanlar da var. Qalan digər 14 ölkəyə baxanda buradan çox azdır. Yəni bu sahədə dünyada demək, regionda tanınan şəxslər çox azdır. İnqilab müəllim, bir dənə xahişim olacaq sizdən. Yadınızda olanı, zehninizdə olan 2 dənə, 3 dənə, 5 dənə, nə zehninizdə varsa, indi bu dəqiqə Giddensi dedik. Giddens, Anthony Giddens gözəl əsərlər yazıb, ümumiyyətlə sosiologiyanın ensiklopediyasını yazıbdı o. Bütün sahələr var. Bir 20 neçə dənə mövzu var orada. Təhsildir, nə bilim, mədəniyyətdir. Mədəniyyət özü bir sahədir. Dəyərlərdir, dindir, siyasətdir, hamısı. Digərlərindən bir 2 dənə, 3 dənə. Hansı ki, bir həm kitab təqdim eləyək biz dostlara. Filan kitablar, filan şəxsiyyətlər, filan sosioloqlar, araşdırmasılar. Məsələn, George Ritzer var. Ritzerin kitabı var məndə. Sosioloji nəzəriyyələr üzrə ən yaxşılarından biridir. Müasir sosioloji kitabı var burada. Əla. Onun bir neçə nüsxəsi var. Bir neçə, çünki update olunur, yenilənir. John Morrison var, hansı ki, o da onun kimi oxşar. John Morrison. Hansı ki, ona bənzər üslubda yazır. O da nəzəriyyələrlə bağlıdır. Bunun kitabı bizim Ad Universitetində gətirilibdir. Çünki çox oxunan, asan dillə başa düşmək. Giddens kimi. Bəli. Ən gözəli də odur da. O asan, bəli.
Sonra Siz bəyənirsiniz o üslubu? bəli, bəli. Özünüz də asan yazırsınız. Mən çünki özümdə asan yazıram və hətta tələbələrlə şunu deyirəm ki, nəsə yazında asan yazın. Mənə lazım deyil akademik ingiliscə yazasınız. Çünki bu gün siz sadə yazmağı bacara bilsəz, əsas fikrinizi çatdırın. Bu ikinci mövzuya aiddir. Bir dənə burada şeyliyim, sonra qayıdaq buna. Mötərizə açaq. Bu ikinci mövzuya aiddir, bu tədqiqat metodlarına. Bu çətin yazmaq bizdə Sovetlərdən qalıb bu ənənə. Akademik üslub. Məncə hə, çünki gördüyüm indiki müşahidələrimə əsasən görürəm ki, bir sıra tələbələr deyir ki, müəllim, mənim elmi rəhbərim var, Sovet dövrünün yetirməsidir və o mənədəki ağır yaz, çətin yaz heç kim başa düşməsin. Boy. Bunu açıq-aşkar deyən elmi rəhbərlər də görmüşəm. Yəni dolayısıyla Qərbdə necədir? Orada tərsinədir. Orada bizdən elmi məqalələr də asan formada yazılır hətta. Sosiologiyada, iqtisadiyyatda, siyasi elmlərdə bəli. Hətta mən bəzən görmüşəm, indi buna hamısı aid eləmirəm. Tibb məqaləsi görmüşəm. Hansı ki, mən oxuyanda müəyyən qədər başa düşürəm. Halbuki tibbdən deyirəm. O qədər sadə yazılır. Gözəl. Və o cəhətdən sən fikri çatdırmaq istəyirsən dünyaya, sadə yaz ki, hamı oxuya bilsin. O barədə danışacağıq. İkinci tədqiqat metodu. İndi qaydaq bura. John Morrison. Bəli. Giddensi dedik, George Ritzer'i dedik, Ritzer dedik, John Morrison dedik. o tipdə başqası. Ya ruslardan, ya yaponlardan, ya amerikanlardan, ingilislərdən. Deməli bu üç dənə əsaslardır da bu dəqiqə. Bəli, ən çox oxunanlardan. Sosiologiyanın əsasını öyrənmək cəhətdən, bəli, üçünü oxusanız, Bəli. həm nəzəriyyəsini, həm də sosiologiyanın öyrəndiyi mövzuları mütləq şəkildə biləsiniz. John Morrison'da yəqin kitabları çoxdur. Giddens kimi. O da Ritzerə oxşuyur. Giddens bizə mövzuları göstərir, digər ikisi nəzəriyyəni göstərir. Ritzer daha akademikdir. Daha Mən sadə görürəm onu. Məncə çox asan da başa düşmək. Yo, mən də başa düşürəm, anlayıram. Sadəcə olaraq Giddensdən elə bil biraz dərindir. Okay, elə hiss olunur. Bəlkə səhv edirəm. O məncə nəzəriyyədən yazdığına görə elə görünür. Nəzəriyyədən daha çox yazır. Bəli. O cəhətdə düz deyirsiz. Nəzəriyyədən. Çox gözəl. İndi gəlirik kriminologiya. Bu kriminologiya sahəsi cinayəti öyrənmə səbəbləri. Məsəl üçün Robert Merton'un da burada Amerikan sosioloqu cinayəti yaradan səbəblər Giddens gətirib onun kitabında. Cinayət niyə yaranır cəmiyyətdə? Bax, əsas sual budur da, düzdürmü? Bizi maraqlandıran odur. Yəni cinayət sosiologiyasının əsas sualı budur. Bəli, elədir. Niyə yaranır? Necə qabağını ala bilərik? Və bu yarananda da hansı fəsadları törədir? Əsasən 3 istiqaməti vardır. Cinayəti yaradan səbəblər müxtəlif olduğundan biz ona qruplara ayırırıq sadələşdirmək üçün. Bunun iqtisadi səbəbləri var. Məsələn, işsizlikdir, aylıq qazancının az olmasıdır, inflyasiyanın sürətli artması var. Çünki inflyasiya sürətlə artanda sən artıq qazancın kifayət etmədiyinə görə işləsən belə bəzən ehtiyacları ödəyə bilmirsən. Sonra var bunun sosio-kultural səbəbləri, bəzi cinayət əməlləri var ki, cəmiyyətin və icmanın sosial mədəni normaların səbəbindən törədilir. Məsələn, burada namus cinayətləri dediyimiz var, hansı ki, çox ciddi şəkildə bu qrupa aiddir. Yəni, əsasən orada biz sosio-kultural. Bəli. Din, mentalitet dediyimiz məsələ, insanların təfəkkürü, ənənələr və sosial baskı bu cür faktorlar gətirir, həmin cinayəti törədir. Sonra digər tərəfə ayıra bilərik, siyasi sahədə olan cinayətlər var ki, yəni idarə etmədən çərçivəsində törədilən cinayətlər. Bu artıq daha çox kimlərdir? Səlahiyyətli şəxslərin törətdiyi cinayətlərdir. Buna bir çox halda ağ yaxalı cinayət deyirlər. Ağ yaxalı. Tərcüməsi belədir. Azərbaycan tərcüməsi belədir. Çünki orada vəzifəli şəxslərin törətdiyi cinayətlər. Ağ yaxalı. O da ola bilər ki, məsələn, maliyyə ilə bağlı ola bilər, vəzifənin səlahiyyətlərini aşmaq, rüşvət və s. Bunlar hamısı o qrupa daxil olacaq. Yəni, orada da səbəb nədir? İnsanın gücüdür. Onun səlahiyyəti olduğuna görə bu adam cinayət törədir. Amma üstəlik, bayaq dedik ki, Mertonu da unutmayaq da, o insan səlahiyyətindən niyə sui-istifadə edir? Bəzi hallarda ona görə ki, bəli, o deyə bilər ki, çox qazanca meyilli insandır, gözü doymur. Amma bu bəsit açıqlamadır. Bunun daha dərin səbəbləri var. Üzr istəyirəm, əgər elə desək, bu psixoloji açıqlama olur. Biraz, bəli, fərdi olacaq, bəli, daha çox fərdi olacaq. Bu gedir psixologiyaya. Psixologiyası, şəxsin fərdi, bəli, sanki cəmiyyətdə deyil, onu ayırırıq cəmiyyətdən, bir də başa düşməyə çalışırıq. Aydındır. Amma bir də var cəmiyyət kontekstində. Bu artıq sosiologiya. Bəli. Məsələn, biz düşünək ki, siz səlahiyyətli bir şəxsiniz, müəyyən bir qazancınız var, tutaq ki, 2000-3000 manat var, deyə bilər ki, yaxşıdır da, yəni, mən bütün ehtiyacımı ödəyir. Amma baxırsınız ki, sizin ətrafdakı hər kəs
vəzifəsindən sui-istifadə edirsə, 2000 yox 22.000 qazanırsa, deyirsə ki, mən niyə eləməyim axı? Bütün bu ətrafım mən belədirsə, Merton dediyi məsələ burada aktuallaşır. Mən ətrafım belədirsə, yəni olduğum o mühit belədirsə, deməli mühitin norması budur. Mən normaya çatmaq üçün cinayət törədirəm. Aysun. Onlardan geri qalmamaq üçün. Yəni bir sosial baskıya məruz qalaraq o insanda cinayət Vəzifə səlahiyyətlərindən sui-istifadə edir. sui-istifadə edir, bəli. Bəli. Bu əslində tək vəzifəli şəxsdə yox, ən belə sosial piramidin ən aşağısına dayanan şəxs üçün də bəlkə də aiddir ki, bu insanlar da Merton onu deyir. Bəli, bəli. Merton onu deyir ki, baxır ətrafına insanların yaşayışını, maddi durumunu, həyatını görəndən sonra bu insan əgər bunu əldə edə bilmirsə, legal üsullarla keçir illegal üsullara. Dəyərlər dəyişir. Bəli, dəyər dəyişir. Sistemdə. Merton onu deyir də, dəyərlər dəyişir. Falan levelda yaşamaq üst dəyər hesab olunur. Bəli, üst dəyərdir. Ona görə hamı can atır, o dəyərlərə sahiblənsin. Və cinayət əl atır. Mertonun yaşadığı mühitdə əslində indi elədir. O Merton Amerikada öz elə Amerika misal çəkir də. Bəli, bəli. İndi yaşasa eyni şey deyərdi Merton. Bəlkə bunu Azərbaycana aid edə bilər ki, bir çox cəmiyyətlərdə insan uğuru nədən ötürür? Pul. Pulla, bəli, o pulun çoxdursa, sən daha uğurlu hesab olunursan, maraqlanmırlar ki, bu adam pul necə əldə edir. Hardan qazanır? Falan kəs irəli getdi. Yəni pul qazandı. Bu o deməkdir, irəli getdi. Bəli, bəli. Bax, bunun əxlaqı bərbaddır, bu adam pis adamdır, dəxli yoxdur. Cinayət törədib, baş kəsib, nə bilim, kiməsə fırıldaq gəlib, onu deyir, falan kəs qabağa getdi, irəli getdi. Və demirlər ki, bu insan bunu necə edir? Yəni, onu maraqlanmırlar. Çünki indi deyə bilər ki, bir insan maraqlanmaq vaxtı falan yoxdur. Mən o argumenti qəbul etmirəm. Sadəcə normalar budur ki, pulun varsa deməli uğurlu sayılırsan. Bu da uzun illər oturulan bir dəyərdir. Heç bizə də aid deyil. Merton onu deyir ki, Amerikada kapitalist sistemi təzə yaranmaqdaydı. Deyir ki, orada pul uğurun göstərici olduğuna görə cinayəti tətikləyən əsas amillərin biri olub. Yəni, pulsuzluqdur. O ideyası oradan yaranmışdır. Gözəl. Demək, istərdim kriminologiya sahəsində biraz da dərinləşək, biraz da sizdən çox bilgi almaq istəyirəm. İnqilab bəy. İndi sizin mövzu nədir? Konkret araşdırdığınız mövzu? Mənim kriminologiyada üzərinə getdiyim əsas mövzu viktimizasiyadır. İnsanın cinayətdən zərər çəkməyi, bunun ona təsiri, zərər çəkəndən sonra nə edirlər? Viktim qurban getməsi də yəni? Söz oradan yaranır. Yəni viktimizasiyanın kökü ora çıxır. Biz bununla bağlı Azərbaycanda 2020-ci ildə böyük bir tədqiqat aparmışdıq. Azərbaycan vətəndaşlarının viktimizasiyası 2020-də. Azərbaycan vətəndaşlarının deməli cinayətdən zərər çəkməsi. Əsas məsələ nədir orada sual? Bizə orada maraqlandırır ki, biz onsuz da müəyyən qədər hansı cinayətlərin geniş yayılığını biz proqnozlaşdıra bilərdik. Çünki müəyyən qədər statistikalarımızda var da bizim. Amma viktimizasiya sorğusu elədir ki, bizə göstərir hansı insanlar cinayətdən zərər çəkib, polisə gediblərmi və yaxud kiməsə dəstək alıblarmı, nə qədər vəsait itiriblər, zərərin miqdarı nədir? Bununla bağlı data yox idi Azərbaycanda. Biz düşündük ki, o vaxt bunu biz yaradaq. Mən Sosial Tədqiqatlar Mərkəzində çalışırdım. Orada bunu elədik. Orada sizinlə görüşmüşdüm mən. Bəli, yadıma gəlir. 1-2-3 il bundan qabaq, bəli. 1214 respondentlə görüşdük. 1214, bəli. Və təqribi yadıma qalıbsa, bunların bir 20% dedi ki, mən müxtəlif cinayətdən zərər çəkmişəm və onların da təqribən 30% və s. bu hüquq mühafizə orqanlarına müraciət eləmişdi ki, yəni mənə kömək edin, zərər çəkmişəm və s. Bu baxdıq ki, çox maraqlıdır. Tək Azərbaycanda yox, bir çox ölkələrdə aşağı-yuxarı göstəricilər belədir. Siz nə hansı sual cavab axtarırdınız? Kimlər zərər çəkib, polisə müraciət ediblərmi? Müraciətdə nəticəsi nə olub? Bu cür suallar. Aydındır. Bunu yayımlamışıq. İctimai açıq hesabatdır. Azərbaycan əhalisinin cinayətdən zərər çəkməsi. Bu sözləri yazıb tapa bilərlər. Demək, bizdə ümumiyyətlə siz 1214 respondent vardı burada və təsadüf seçmişdiniz də bunları. Təsadüf seçmişdiniz ki, yaxınlaşırsınız, onlarla müsahibə edirsiniz, danışırsınız ki, siz cinayətə məruz qalmısınız yoxsa yox indiyə qədər. Yəni sizin üzərinizdə cinayətə məruz qalma nə deməkdir? Biz orada siyahı tərkib edirik. Sizə qarşı cinayət olub, yəni? Bəli, sizə qarşı cinayət olub. Məsələn, oğurluqdur, dələduzluqdur və yaxud kimsəsə fiziki xəsarət yetirməyə çalışıbmı, təhdid olunmusuzmu, kiber cinayətlər var. Siz bu ilə Azərbaycanda cinayətin faizini müəyyənləşdirmək istəyirsiniz? Faizini, profilini çıxartmaq və
Bununla bağlı polisə nə qədər insan müraciət edib. Belə. Həm də istəyirdiniz biləsiniz ki, ümumiyyətlə Azərbaycanda bu polisə müraciət etmək mədəniyyəti varmı, yoxmu? Çünki biz, bax onu dedim, çıxışın əvvəldə, biz xarici bir çox cəmiyyəti öyrənmişik. Cəmiyyətlərdə biz bilirik ki, bu faizi nə qədərdir. Bəs Azərbaycanda neçədir? Biz onu bilmirdik. Yəni, bizə maraq idi. Müqayisədə, tutaq ki, hər hansı bir ölkə ilə müqayisədə. Azərbaycanda məsələn, mən rəqəmə təqib etmək gəlir ki, bizim ölkədə 20% civarındaydı müraciət edənlər. Məsələn, baxırsınız ki... Üzrsən, bəs cinayətə məruz qalanlar? Yox, daha doğrusu 20% cinayətə məruz qalanlar. 30% civarında, 30-35 buna müraciət edənlər idi. Polisə. Biz baxdıq ki, məsələn, İngiltərəyə baxırıq, Amerika Birləşmiş Ştatlarına, göstəricilər çox fərqli, 10-15%-dən fərqlidir. Məsələn, orada biraz daha yuxarıdır. Cinayətə məruz qalanlar? Yox, müraciət etməklər. Eləyənlər. Amma kəskin fərq yoxdur. Məsələn, biz deyə bilmərik ki, Azərbaycanda müraciət edənlər 20%-dir, İngiltərədə 60%. Aydındır. Biz elə bir ölkə tapa bilmərik ki, yəni viktimoloji sorğulara baxdıqda, orada zərər çəkənlərin yarısı, yəni polisə getsin. O qədərsi belə getmir. Çox az bir qism, 3/1 deyək də, 3/1 hissəsiz gedir. Bugün yəni 100 nəfər zərər çəkən varsa, çox sadə şəkildə deyirəm, onun 30% gedəcək. Yəni, niyə? Bu həm bizə, həm o qərb ölkələrində polisə qarşı göstərir ki, polisə heç hər kəs inanmır. Başqa məsələ. 2, nə qədər insan var ki, zərər çəkdiyi cinayətin çox yüngül olduğunu deyir və səbəb gətirir ki, buna görə polisə getməyə dəyməz. Məsələn, mənim 100 manatım oğurlanırsa, mən bunun üçün məhkəməyə getsəm bir əlavə vəsaitdir, polisə getsəm vaxt ikisidir. Və hamı düşünür ki, bunu eləməyə dəyməz. Aydındır. Bir qism insan da bizə demişdi ki, yadıma gəlir, biz məsələni, yəni özümüz aramızda həll etdik. Məsələn, necə ola bilərdi burada? Artıq polisə getməyə ehtiyac yoxdur. Ta ki, bu insan bir nəfər var idi, bu pulu itirmişdi, özü dalınca düşmüşdü və tapmışdı pulun kim oğurladığını, harda etdiyini. Məsələn, ki, kameraya falan baxıblar. Polisə ehtiyac olmuyor. Məsələn, bir müəssisənin daxilində olub hadisə, belə-belə müəyyənləşdiriblər. Və yaxud bu insan kimisə bunun təhdil etmək istəyib. Yəni, bu adam özünün cavabını qaytarıbdır. Belə məsələ həll olubdur. Qəliz bir sual verim sizə. Buyurun. Demək, psixoloq fərdi araşdırır. Deyir ki, insan müxtəlif situasiyalarda belə davranır. Gəlir, onun eksperiment eləyir. İnsan qorxanda belə davranır, sevəndə belə davranır, sevinəndə belə davranır və s. Müxtəlif situasiyalarda. Təhsil alan uşaq belə davranır, davranışları yazır. Sosioloq da gəlir, cəmiyyətin davranışlarını yazır. Yəni, Thomas Hobbes demişən, bu fikir beynimdə var. Sonra Thomas Hobbes'da gördüm bunu. Sevindim ki, o ustadlardan biri deyir ki, mənim də sözüm böyüklərin sözündə oxşuyur. Böyüklərdən adam bir şey görəndə öz fikrinə uyğun sevinir. Orada deyir ki, cəmiyyət böyük bir insandır. Belə bir şey var. Mən cəmiyyəti, deyirəm ki, sosiologiyanı mən belə izah edirəm. 10 milyon fərd var. Bir də 10 milyon birinci bir adam var Azərbaycanda. O da Azərbaycandır. Bu 10 milyon birinci adam çox böyük adamdır. Çox nəhəng bir adamdır. 10 milyonluq bir insan kütləsi bu bir dənə adamda toplaşıb sanki. Sosiologiya 10 milyon birinci adamı araşdırır. Onun davranışını araşdırır. Və onun timsalında da cəmiyyət, çünki o insan cəmiyyətdən götürülübsə, onun bir növ göstərilsin, özünü əks etdirir müəyyən qədər. Və biz onu maraqlıdır ki, bu cəmiyyətin necə davranan insanlar. Amma nəzərə Mənim qəliz sualım qalıb hələ. Deyərsiniz. Buyurun mənim. Bizə öncə cəmiyyətdən bir şey böyük sorğular aparır. Bizə fərqli insanlardan ünsiyyətdə oluruq. Məsələn, rayon, kənd, qəsəbə, şəhər, sonra orta, yuxarı, aşağı təbəqə, cinayətdən zərər çəkən cəmiyyət ki, ümumi profili görək və deyək ki, aha, bax, bu cəmiyyət belədir. Çox gözəl. İndi qəliz sual budur, İnqilab müəllim. İstər psixologiyada, istər sosiologiyada. Sosioloq gəldi, tədqiqat apardı, psixoloq gəldi, tədqiqat apardı və datanı verdi. Data da hazırlanıb, datanı verdi. Misal üçün, sizin tədqiqatınızda siz məlum etdiniz ki, Azərbaycanda cinayətə məruz qalan insanlar, əvvəla onu da soruşacaqdım, neçə faizdir fərqi bizlə cinayətə məruz qalan, polisə müraciəti bildik. Məruz qalanlar
bizdən hansı ölkə Bu müqayisə? hər hansı bir ölkə. Yəni adətən 10-15% fərq. Məsələn 20% bizdən məruz qalıbsa, məruz qalanlar digər ölkələrdə aralıq desəm məsələn bir 15-35% arası. Məsələn bu aralıq var. Yəni Azərbaycanda cinayətin sayı demək istəyirəm ki, səviyyəsi necə idi o sizin o tədqiqatınızda? Bəli, yəni ona yadıma gəlir ki, biz deyə bilmərik ki, əksər insanlar cinayətə məruz qalıb. Xeyr. Aydındır. Yəni fantastik deyil. Yox. Aydındır. İndi sual budur. Həmin o çətin sual budur. Yaxşı, eksperiment apardınız və məlum oldu ki, misal üçün Azərbaycanda cinayətə məruz qalanların sayı respondentlər arasında 20% yox, 60%-dir. Fantastik bir Həyəcan verici. Bəli. Həyəcan verici və 60% cinayətə məruz qalıb insanlar. Bunu aydınlaşdırdınız eksperimentdə və dataya yazdınız. İkinci məsələ. Bu 60%-dan cəmi 5% polisə müraciət edir. Bu da dəhşətli rəqəmdir. Yaxşı. Çətin sual budur. Sosioloq burada əxlaqi tövsiyə verir. Əxlaqi tövsiyə çalışırıq o cür verirsə hansı əsasda verir? Bilirsiniz necə? Yəni sosioloqun vəzifəsidir gəlsin desin ki, ay millət cinayət eləməyin də. Axı 60% cinayət olar. Bizə ayıbdır axı. Biz Azərbaycana olmaz. Belə bir söz deyir. Peşəkar sosioloqlardan elə bir ifadə eşitmək, deməli o peşəkar deyil və subyektiv dəyərlərinin qabarmasının qabağını ala bilmir o insan demək. Bu qabağını onun sakitləşdirmək lazımdır o düşüncələri. Bəli, daxilən fikirləşə bilərsən, amma onu ictimaiyyətə deməyin biraz qəribədir. Sən obyektiv danışmalısan datayla. Hə deyə bilərsən ki, məsələn, aidiyyəti orqanlara müraciət edə bilərsən. Nəinki insanlara. İnsanlara müraciətin belə ola bilər ki, yəni xahiş edirik, belə hal olanda polisə müraciət edin məsələn. Biz bundan sonra aidiyyəti qurumlardan tez görürük. Amma mənim onlara əxlaqi və mənəviyyat dərsi keçməyim mənim peşəm o deyil, yəni orası. Yaxşı, indi bəs bunu bu kimin öhdəsinədir? Bunu tədqiqatı apardınız, siz verdiniz bunu aidiyyəti orqanlara. Azərbaycanda. Ondan sonra bu kimin vəzifəsidir sizcə? Bu suala da sosioloq cavab verməlidir. Bu suala insanlar çağırışı etməlidir, yəni kim etməlidirsə, bu düşünürəm ki, burada bəlkə ictimaiyyət arasında müəyyən bir hörməti nüfuzu olan insan edə bilər. Amma yenə də nəzərə alsaq ki, cinayətin bir çox səbəbi, yəni sosioloji səbəbdir, bu dərində yatır. Mənim insanlara çağırış etməyimlə cinayətkarlığı qabağını alacam, bu inandırıcı deyil. Yəni biz bilirik ki, sosiologiyadan və kriminologiyadan cinayəti tətikləyən səbəblər strukturaldır, dərindədir. İqtisadi, siyasi, sosio-mədəni. Məsələn, tutaq ki, bir insan çıxır. Əgər bir ölkədə inflyasiya çox yüksək səviyyədə artıbsa, yoxsulluq artırsa, mən hansı haqqla deyə bilərəm ki, cinayət törətməyin? Mənə deyə bilərlər ki, sən rahat yer desən, başa düşmürsən məni. Mən çox asanlıqla özümün bu çağırışımı müdafiə edə bilməyəcəm heç cür. Asanlıqla uduzacam bu. Ona görə mən xahiş eləyə bilərəm sadəcə. Ən yaxşı xahiş edə bilərəm, amma o da deyə bilər ki, sən öz işində ol, mənim öz maddi ehtiyaclarım var. Mən onu ödəmək üçün lazımdırsa oğurluq eləyərəm, lazımdırsa başqa. Amma burada bir məsələ var da. Bir dedik ki, cinayət yaradan səbəblərdən biri maddi səbəblərdir. Bəli, təbii ki. Bu qalan ikisində orada artıq tövsiyə vermək imkanı yaradır. İndi sosioloqa yox, başqa adamlar ola bilər. Misal üçün bir din xadimi ola bilər, bir ruhani ola bilər, bir nüfuzlu ziyalı ola bilər və s. və ilə axır. Yəni, misal üçün, bu ağyaxallılar cəmiyyətinə. Düzdür, orada da hüquq girməlidir ortalığa. Gəlib canını almalıdır, cəzalandırmalıdır. Bu, böyük bir həmişə mübahisəli məsələdir də. İctimai televiziyada sabah saxlamaq verilişində mən tez-tez oluram orada. Həmişə hüquqşünaslar gəlir, müxtəlif bu sosioloji məsələlər olanda. Əsas sual budur. Hüquq əgər güclü olsa, bu problemin qarşısını ala bilər, yoxsa cavab bəllidir, xeyir. Misal üçün, intihar edən adama hüquq nə edəcək? Adam intihar edir artıq. Namus cinayətliklərdir, məsələn. Orada sən namus cinayətini, sən bir ərazidə
bu gün 10 nəfər polis əməkdaşı var, sabah 20 nəfər var. Bu namus cinayətinin qabağını necə ala bilər? Məntiqsizdir. Bu da səbəb nəticə əlaqəsi düzgün qurulmayıb. Namus cinayəti biz bilirik ki, başqa səbəblərdən törədilir də. Bu sosio-kultural və yaxud yoxsulluq artıbsa bir ölkədə. Sən polis əməkdaşını artıraraq bəlkə biraz gecikdirə bilərsən cinayəti ya da formasını dəyişdirərsən. Orada nə? O yoxsulluq məsələsində nə din xadiminin, ruhaninin sözü keçir, nə də polisin sözü keçir. Orada necə ola bilər? Ruhaninin, din xadiminin sözü harda keçə bilər? Misal üçün, kasıb olsan da cinayət eləmə, Allah cinayətkarları sevmir falan filan. O şübhəsiz təsirli. Yəni, imanlı, mömin kasıbla orası var, bəli. O birisində fərq ola bilər, mütləqdir. O deyir ki, mən acından ölsəm də oğurluq eləməyəcəm və s. belə axır. Bu o qədər gözəl bəhslərdir. Görürsünüz, mən bunu manevr eləyirəm ona görə ki, dostlar bilsinlər ki, sosiologiya nə qədər maraqlı sahədir və bizdə hansı səviyyədə keçilir bu? Bu məsələ. Necədir vəziyyət? Bizdə son dövrlər, məsələn, deyək, sosioloji tədqiqat metodları getsə populyarlaşır. Bunu bir mənalı deyə bilərəm. Sosiologiyada? Bəli. Keçə ora? Bəli, keçə bilərik. Getdikcə daha çox universitetdə bu tədris olunur. Mən özümdən bilirəm ki, ən azı hər il, son 6 il ərzində, yəni hər il ən azı 1-2 universitetdə bu tədrisə başlanılıb. Bir neçə mənə dəvət ediblər hətta. Tədqiqatlar? Bəli, sosioloji mövzuların tədqiqatını aparıla bilər. Metodu? Bəli, bəli. Sosiologiya özü daha əvvəldən olsa keçirilirdi. Bizdə bəzi universitetlərdə, mən indi onu tədris edirəm, Ad Universitetində. Amma o ki qaldı bunun, bu əmək bazasındakı vəziyyət necədir? Biz burada deyə bilərik ki, bəli, indi qərb və yaxud ölkələr, uzaq şərq kimi deyil, qonşu Türkiyədə daha yaxşıdır. Yəni, sosiologiya daha çox ehtiyac var orada, nəinki bizdə. Amma yavaş-yavaş o anda mən görürəm ki, o tünəlin sonunda işıq görməyə oxşuyur. Görürsən ki, həqiqətən nəsə yavaş-yavaş ehtiyac var. Necə satmaq olar sizcə bunu? Mexanizmi? Bəli, əgər biz göstərə bilsək ki, və yaxud aidiyyəti şəxslər anlasa ki, cəmiyyətin idarə edilməsində, inkişafında sosiologiyanın rolu nədir? O insanlar artıq tələbatı yaradacaq. Yəni, bugün mən sosiolog ola bilərəm, mümkün qədər siz yaya bilərik bunu. Amma məncə bunu təkanı biz verə bilməyəcəyik. Təkanı bu işə ehtiyacı olanlar verə bilər. Aidiyyəti orqanlar, gərək bunun faydalı olmağını göstərək. Müasir sosioloqlardan, xarici sosioloqlardan biri danışırdı. Deyir ki, sosial elmlərlə qeyri-sosial elmlərin, misal üçün tibbin fərqi bundadır. İqtisadiyyatın, tibbin fərqi bundadır. Tibbdə deyir bir adam ümumiyyətlə dünyadan xəbərsiz deyil, ömründə bir dənə kitab oxumayıb, ayağı ağrıyır, görür orada klinika var. Mən də Gedir həkimə. Bu aydın, bunun ehtiyacı. Amma sosial elmlərdə, sosiologiyada, politologiyada, tarixdə hətta indi tarixdə gedib uşaq hazırlaşdıracaq. İndi o qeyri-legal, yəni də belə. Müəllimlərinizin əlini öpürəm, yeri gəlmişəm, müəllimlərimizin əlini öpürəm. Qeyri-legal nə mənada? Yəni repetitorluq fəaliyyəti, yəni bu sonradan meydana gəlmiş ki, inşallah ümid edirik ki, Azərbaycanda bu ləğv olunsun bu şey. Müəllimlərimiz çox yorulurlar burada. Söhbət nədən gedir? Amma sosial elmlərdə çalışan bir professor, tədqiqatçı alim, o sosiolog deyirdi, o alim deyirdi ki, özünü o qədər prezent eləməlidir ki, o qədər güclü təqdimat eləməlidir ki, performans göstərməlidir. İnsanlar başa düşsünlər, bu da bizə lazımmış. Amma o birisində ayağım ağrıyır, bu dərhal bilirəmdir. Biz onu ki, tibbin bugün daha çox irəli getməyi, tibbdə maddi dövriyyənin daha çox olma səbəbi o ki, həmişə xəstə var. Həmişə. Xəstə olmasa belə ən azı bu insan yoxlanmağa gedəcək. Amma bugün sosiologiya mən də o işin sinəmə özüm deməyəm. Məsələn, kənar bir şəxs düşünək. Bizi izləyən insanlar məsələn. Ona nə qədərsin sosiologiya ehtiyac var? Ona nə qədərsin sabah yuxudan durub deyəcək ki, bugün sosiologun yanına gedin. Amma məsələn, psixoloq da və s. onların yanına gedə bilərlər. İndi psixologiya bizdə təxmin... Həkimlər indi gəlib psixoloqluq edirlər. İndi, mən əsəbləşirəm onu görəndə o cür halları. Bu dövrdə elədir ki, tibbi buraxıb gəlib psixologiya elmdir. Mən də sabah durub desən ki, mən də ingilis dili müəllimliyə başlayıram. Çünki ingilis dili danışa bilirəm. Heç kim məni sorğulamayacaq ki, abala sənin sertifikatın varmı, müəllimlik oxumusanmı? İndiki dövrdə o yaxşı prezent edəsiniz dediyiniz kimi hər şey sata bilərsən. Amma sosiologiyanın problemi odur ki, bu insanları əksərində buna ehtiyac yoxdur. Amma mən ancaq dövlətin məncə. Bəli, aidiyyəti orqanlar yarada bilər.
belə deyək də, məsələn 2 dənə A və B orqan götürək. Onlar elə bir ehtiyac yarada bilər ki, sosiologiyaya. Sabah 100 nəfər getsin, məsələn, sosioloq olmaq istəyə bilər. Görsələr ki, A və B orqanları buna ehtiyacı var. Bayaq onu deyirəm. Azərbaycanda mən görürəm ki, son illər tədqiqat metodu maraq artır. Təkcə ona görə yox ki, universitetlərdə bu keçirilir. Həm də özəl sektorun və dövlət sektorunun buna tələbat yavaş-yavaş yaranır. Mən adlarını çəkməyəcəm, özümdən və yoldaşlardan bilirəm ki, dəfələrlə bizə dövlət qurumları, özəl sektor, QHT, xarici təşkilatlar ehtiyac duyulub, bizlə əlaqə saxlayıblar. Ona görə bu işi biz görürük ki, həm də burada bir perspektivi var. Kimsə bizi istəyir. Özümüz danışıb, özümüz eşitmirik. Kimsə bizi eşidir. Bu adam həvəsləndirir həqiqətən. Yoxsa mən ancaq özüm danışıram, heç kim mənə qulaq asmır. Araşdırma aparım, kağızda qarşı, istərsiniz insan ruhdan düşəcək bir yerinə sonra. Sosial tədqiqatlar mərkəzində necədir vəziyyət? Orada yaxşı tədqiqatlar olur, yoxsa elə belə... Orada bizim Azərbaycanda bir çox mövzu var ki, bu günə qədər araşdırılmamışdı. Biz orada... Siz oradaydınız da, yaxşı siz çıxandan sonra. Yox, davam edir. Mən və yoldaşlar var. Biz oranı quran adamlardan bir neçəsi biz idik. O departamentdə. İlk gələn insanlardan. Nə idi adı? Departamentin ictimai rəyin öyrənilməsi. O departament orada indi də və bizim vaxtımızda nə qədər mövzu öyrənib ki, hansı ki daha əvvəl öyrənilməmişdir. Yəni Sosial Tədqiqatlar Mərkəzinin əsas işi elə ictimai rəy öyrənmək deyil. Odur, onu demək istəyirəm. Bəs o departamentdən əlavə hansı departamentlər var idi? Analiz departamenti var idi. Sonra bu bizim nəticə əsasında aidiyyəti departamentlər ona hesabatını yazır. Yəni əsas departament sizin departament, belə deyək də. Sorğu, adından tədqiqat sözü əsasən gəlib bəli, orada öz əksini tapırdı. Amma digər əməkdaşlar da var ki, hansı ki bizim data əsasında analiz aparırdılar. Yəni siyasi, iqtisadi. Məsələn, mən iqtisadi analiz apara bilmərəm. Mən iqtisadçının istədiyi datadan toplaya bilirəm. Və politoloqun istədiyi data verirsiniz. Bəli. Bir də bunu mən elə bil ki, onların yemək pişirirlər, amma yeməyin vəsaitin mən alıram. O pulu mən xərcləyirəm, amma axırda o pişirir. O çünki bacarır onu. O da yəni bu komanda işidir də. Məsələn, ailə ilə bağlı bizim tədqiqatlar olur. Azərbaycan Ailə İnstitutu. Və bu yaxın təzən aparılıb. Bu yaxında oxuya bilərsiniz, ictimaiyyətə açıqdır. Əvvəlki də ictimaiyyətə açıq idi, oxuya bilərlər izləyicilər. Geniş bir, yəni 2400 ailə ilə biz görüşmüşdük. Azərbaycan müxtəlif yerlərindən. Dinlə bağlı var, cinayətlə bağlı, maddi durum, işsizlik. Yəni 2400 böyük rəqəmdir. Bəli, bəli. Deməli siz datanı verirsiniz sosioloq olaraq 2 dənə quruma. Bir hüquqa, bir əxlaqa. Bir də üçüncü bəlkə maddi də belə bir şey. İqtisadi, bəli. Hə, ola bilər. Onda daha da tam olur, bəli. Bəli, bəli. Hüquq elə iqtisadiyyat hüququn içində gedir də. Yəni dövlət, hüquqi, iqtisadi, bir də əxlaqi. Əxlaq, bəli, bəli, başa düşdüm. Ki başlasın o da ziyalı, nə bilim, ruhani tövsiyələrini versin. Şübhəsiz bunu da mütləqdir ki, misal üçün mən eşitmişəm, dəfələrlə eşitmişəm ki, Azərbaycanda narkomaniyanın qarşısını alınmasında bəzi din xadimləri, uğurlu din xadimlərinin əxlaqi tövsiyələrinin böyük rolu olub. Bu fakt. Bayaq dediniz məsələdir. Həqiqətən görürsünüz, yəni bəzi hallarda o illegal davranışları bəli, din vasitəsindən qabaqlanmaq olar. Bəli, bəli, bəli. Bu da sosiologiyanın tədqiqat mövzusudur. Bəli, bəli, var. Yəni bununla bağlı az da araşdırma. Mən bir də maraqlanmışdım ki, din cinayəti necə qarşısını alır. Azərbaycanda xüsusilə bu aktualdır. Məsələn, dünyada çox az araşdırılan mövzulardan biridir də. Bunu empirik bir sübutlarla danışmaq bir çətindir. Amma hətta dünyada. Bəli, bəli. Əminəm ki, bu gün məsələn kimsə Azərbaycanla araşdırmaq istəsə, bunu çox yaxşı bir jurnalda nəşr edə bilər dünya, yəni qlobal miqyasda. Qəşəng mövzu oldu ha. Sosiologiyanın istədiyi amma araşdırılmayan mövzulardan biridir. Bəlkə özümü araşdırma onu. Başlayın. İcazə verirsiniz. Data toplamaq falan. O barədə danışarıq inşallah. İndi keçdik tədqiqat məsələsinə. İnqilab müəllim. Bizə bir konkret nələrsə öyrədə bilərsiniz bu qısa zamanda. Mən bax istəyirəm tədqiqat eləyim. Okay. Hardan başlayır? Birinci yaxşı sualdır. Bəli, yaxşıdan. Birinci biz bunun nəzəriyyəsini öyrənməliyik ki, hansı metodlar var. O metodların hansı hallara bizə əlverişlidir. Deyə bilərsiniz. Məsələn, anket sorğusu demək ki, hər kəsin, bu izləyicilər yəqin ki, hamısı eşidibdir. Anket nə deməkdir? Hə, bu necə olur? Biz də sualları təqdim edir respondentə və variantlar qoyuruq. Yəni A, B, C, D variantları və s. Anket sorğusu. Anketdə.
Bəzən isə variant əvəzinə şkala qoyuruq. Məsələn, 1-dən 4-ə gələ məmnuniyyət şkalası, məsələn, qorxu şkalası ona cavablayır. Bu anket sorğusunda belə gedir də. Misal deyə bilərik konkret. Bizim bayaq danışdığım məsələn, viktimizasiya sorğumuzda biz insanlara yaxınlaşdıq, soruşduq ki, siyahıda olan cinayətlərdən hansını zərər çəkmisiniz? Məsələn, 10-15 dənə cinayət var. Ta ki, deyir ki, mən oğurluqdan. Növbəti sual soruşuruq. Oğurluqdan zərər çəkəndən sonra aidiyyəti orqanlara müraciət eləmisiniz? Bəli, xeyr. Bəli deyirsə, növbəti sual açılır. Polis sizin məsələyə necə münasibət göstərdi? Bəli. Münasibət göstərdi, bunu 5 balla dəyərləndirin. Məsələn, 5 bal o demək ki, tam razı qaldım, polisin mənə verdiyi reaksiyadan 1 heç razı qalmadım. Belə də davam edir. Bu anketdir. Anketi üzbəyüz aparırıq adətən, amma telefonla da apardığımız xeyli sorğular var. Neçə dənə sual idi orada? 3 dənə. Yox, viktimizasiya 30-40 sual olardı bəlkə də. Çox böyük bir şey. Siz 3-ünü dediniz də? Bəli, 3-ünü dedim. Bunun hamısı sadalasam xeyli vaxt lazımdır. Aydındır. Amma bir yəni anket sorğusunda nə qədər onun şeyi var, meyarı var, nə qədər sual olmalıdır? Mənim Azərbaycan praktikasını gördüyüm və verdiğim tövsiyə budur ki, əgər 20-30 sual aralığına qalsanız bu aralıqda, nə siz yorularsınız, nə də respondent. 20-30. Amma anketlər var ki, 5 sualdan ibarətdir. Anket var 90 sualdan. Neçə sualdan? 5 ya da 90. 5 sualdan, aydındır. Maksimal hədlər yoxdur, minimal hədd yoxdur. Yoxdur. Amma mövzunu əhatə eləsin də. Ta ki, mövzunu əhatə eləmək üçün düşünürəm ki, hər tərəfli əhatə üçün bir çox hallarda 20-30 sual kifayət edir. Yəni o anketin sorğusunu doldurmaqda onun üçün bir 2 saat vaxt almasın da. Neçə dəqiqə lazımdır? Adətən 10 dəqiqə civarında kifayət edir. Bizim əksər sorğularımız elə olur. Bu aralıqda olduğuna görə sualların sayı. Amma elə anketlər var ki, 4-5 sualdır. Telefonla zəng edirsən, 4-5 sual 1 dəqiqə bitir. Aydındır. Onun da meyarı yoxdur. Kitabda meyarını görməyəsiniz. Yəni onu heç kim verə bilmir. Onu olduğunuz ölkələr biz praktika ilə formalaşan bir şeydir. Bu anket sorğusu. Bir dənə də sualım var burada. Respondentlərin sayı. Sayı ilə bağlı artıq daha oturmuş meyarlar var ki, anket sorğusunda biz minimum 100 nəfər etməyə çalışırıq anket. Bu çünki əks halda müəyyən problemlər yarada bilər sonradan bizə. Minimum 100 deyək. Kitablarda bunu görə bilər. Bu statistikada da belə bir şey deyirlər də. 100 olsa minimumdur, bəli. Minimum 100. Amma 100 nəfərin sorğu aparan təşkilatlar və müəlliflər görməkdən azdır. Yəni nadir tapıntıdır onlar. Çox adam bunun üzərinə çıxır. Yəni 150, 200, 300. 100 azdır əlbəttə. 100 azdır. Minimumdur. O da özü ki bir yerdə olmamalıdır. Məsələn siz gedirsiniz həbsxanada 100 nəfərdən o meyar deyil. O problem yaradacaq bizə. Nəticəmizdə tam əmin ola bilməyəcəyik. Yenə etibar. Bunu necə seçirik? Orada təsadüfi seçim vaxtıdır. O var ki, yəni işin mahiyyəti bu. Təsadüfi seçim niyə aparırıq? Bizim əlimizdən müxtəlif tip insanlar cəmlənsin. Sadəcə imkanlı insanlardan sorğu aparsaq, elə bilər ki, Azərbaycan hər şey yaxşıdır. Sadəcə yoxsullarla aparsaq, elə biləcək hər şey pisdir. Bəs onu necə seçirik? Onu artıq biz... Biraz çətin məsələdir olacaq. Texniki məsələdir. Biz əlimizdəki deməli, ölkənin maddi durumla bağlı profili bilməliyik əvvəla ki, ölkədə təqribi nə qədər filan təbəqədə insan var, filan genderdən və yaxud filan ərazidə yaşayan insandan proporsional bölməyə çalışırıq onu. Yəni, nə deməkdir? Azərbaycanda da və bir çox ölkədən biz bilirik ki, məsələn, orta təbəqə daha böyükdür, nəinki yuxarı təbəqə. Amma məncə sorğuda bunu təhsil eləsəm, yəni mən respondent 90% imkanlı olsa, 10% orta təbəqə mənə gülərlər ki, sən xəbərin yoxdurmu ki, Azərbaycanda bu belə. Və yaxud bizim ölkəmizdə gender bölgüsü çox yaxındır. 52-48 olmalıdır məncə. 52% qadın. Mən gedib 80% qadın, 20% kişi eləsəm, mənə gülərlər ki, sən bəsit bu prinsipi qorumamısan. Orada da gərək balans qorunsun. Mümkünə çalışmayın, bəli, balansı qoruyum. Amma bu ölkə miqyası sorğulara aiddir. Mən müəssisə daxilində aparsam, məsələn, Adadan daxilində bir universitetdə, artıq bu prinsiplər biraz dəyişə bilər. Aydındır. O artıq hər кейsə uyğun bu nəsə demək lazımdır. Mən dediyim ümumi fikirlərdir. Aydındır. Birinci anket sorğusu metodu. Onu dedik. İkinci müsahibəyə çox populyardır. İntervyu deyirlər həm də ona. Orada artıq insanlarla, yəni ünsiyyətdə oluruq düzdür, amma suallarımız qapalı olmur, yəni variantları olmur. Açıq sual veririk ki, hörmətli respondent, zəhmət olmasa mənə danış. Sən necə oldu ki, cinayət törətdin məsələn. Artıq danışır. Bu yavaş-yavaş söhbətə çevrilir bu. Anket sorğusu söhbət edə bilmirik. Sual verirsən, variantı seçir, bitdi. Amma burada 40 dəqiqə, 50 dəqiqə, bəzən 2 saat söhbət aparırıq. Bizim bir layihəmizdə cinayət törətmiş şəxslərlə bu yaxınlarda olmuşdu, müsahibələr. O insan həyatını öyrənirik. Hardan hara gəldi, indi nə edir?
azadlıqdan məhrum olanlar və azadlığa çıxandan sonra həyatınızı dəyişib və s. Bu cür məsələlər hamısı Elə həmin ora aid idi, o mövzuya aid idi. Zərər çəkmişəm. Yox, burada tək zərər yetirənlərdir burada artıq. Yəni cinayəti törədən şəxslər. Aydındır. Niyə oğurluq törətmisən? Niyə filan kəsi yaralamısan? Orada nə idi əsas sual? Orada məhbusların həm cinayət motivləri, eyni zamanda onların inteqrasiyası. Aydındır. Müsahibə bu çox populyardır. Əsas fərqi odur. Yəni açıq sual verir, söhbət Amma bu aparır. çətindir də. Müsahibə çünki burada Yeni başlayanlar üçün çətindir. Yox, yəni 2000 nəfərlə müsahibə aparmaq olmaz ki. Müsahibədə az adam olur. Müsahibədə artıq 100 rəqəm eləsiniz belə artıqdır bu. Yəni 100 artıq ehtiyac yoxdur. Adətən müsahibədə 20, 30, 40 nəfər bu civarda olur. Adətən. Kifayətlənirlər bundan. Kifayətlənir. Üçüncüsünü də deyək, yavaş-yavaş. Üçüncü də ola bilər hazır məlumatların təhlili çox populyardır. Tələbələr arasında da, peşəkarlar. Bu gün data dövründə yaşayırıq. Bizim əlimizdə en qədər data var. Statistika komitəsindən tutmuş, Dünya Bankına qədər, BMT-yə qədər data bazası böyükdür. Bəli. Biz sadəcə burada işi çətinləşdirən nədir? Biz data analiz eləmək öyrənməliyik. Bu artıq ayrı bir təlim şərtləndirir. Yəni mən sadəcə açım kompüteri, onu yüklüyüm, necə analiz edəcəm? Keçirsiniz siz bu təlimləri? Bu təlimlər keçirilir, bəli. Mən də özüm də adadan kənarda keçirəm. Amma adan daxilində bu keçən müəllimlər var. Digər universitetlərdə də bəziləri keçirilir. Siz bunu sərbəst keçirsiniz də, ödənişli təlimlər. Bəli, bəli. Harda keçirsiniz? Onlayn keçirəm. Onlayn. Bəli. Ofis şərait də var, bəli, amma çox insana onlayn yox idi, çünki yolda vaxtı getmir. Hər iki halda mən keçə bilirəm. Bu dövrün tələblərindən biridir, mən deyərəm ki, sosial elmlərdə data analizini öyrənmək. Bunu öyrənən şəxs digərlərindən bir addım qabaqda olacaq. İşi asanlaşdırır da. Bəli, iş asanlaşdırır. Sizin də imkan verir ki, cəmiyyəti daha yaxşı başa düşə biləsiniz. Amma o yerdəki data analizlərində bu olsun da. Data olmalıdır. O olmayandan sonra gərək özün anket sorğusu edəsən. Tam düzdür. Bəli, özün bayaq onu demək istəyirəm. Sosial tədqiqatlar mərkəzində biz ona görə çoxlu anket sorğusu apardıq ki, müsahibə. Data biz yaratmalıyıq. Yox idi. Onun sonra analizlə başlayırdıq. Nə qədər mövzu, ailə ilə bağlı din, cinayətkarlıq, buna datası çox minimal səviyyədə idi. Amma indi daha çox. Bir də ikisində sintez də eləmək olardı. Həm anket sorğusu, həm də müsahibə. Əlbəttə. Bu artıq daha irəli səviyyə iş sayılacaq. Məsələn, tədqiqat metodları kitabdan oxusanız, dəfələrlə hər müəllif bəlkə də yazır ki, bunu etmək artıq başqa bir səviyyədir. Yuxarı səviyyə işdir. Amma bunu etmək də çətindir. Çünki artıq 2 dənə metodu bilməlisən. Bəli. O əlavə yükdür, bilir. Sizin tədqiqat metodları kitabınız var. Bəli. İnqilab müəllim. Orada bunları danışmısınız, hamısını? Yazmısınız? Bəli. Dəqiqliyi ilə. Anket müsahibə xüsusilə çox yerlə ayrılıbdır. Data analiz biraz daha məhduddur. Demək, həmin kitabda bu söhbətlər gedib tədqiqat metodları, o kitabı da tövsiyə edirəm dostlara mütləq. İkinci nüsxə hazırlanır. Maşallah. Birinci bitmək üzrədir artıq. İkinci tiraja gedəcək. Bəli. Yəqin ki, müəyyən bir düzəlişlər falanlar da olur. Mənim düzəliş var, oxucuların rəyləri əsasında inkişaf var. Mənim artıq üzərinə 6 il keçibdir. Təcrübəm artıb. Həmin təcrübəmi oxucular orada görə biləcək. İnqilab müəllim, çox şad oldum sizinlə söhbətə və doymadım. Mən indi burada tamaşaçılarımın qarşısında sizdən bir dənə xahişim var. İnşallah yenidən bizim verilişdə qonaq olasınız. İndi bir aydan sonra, 2 aydan sonra sizin vaxtınız olan təqdirdə nə yaxşı varsınız. Mən fəxr edirəm sizin kimi dəyərli tədqiqatçı alimlərimizlə, gənc tədqiqatçı alimlərimizlə sizin əhval-ruhiyyəniz, əxlaqınız, mədəniyyətiniz büsbütün tədqiqata, elmə yönəlib. Mən elm fədaisi deyirəm həm də sizə və sizin timsalınızda olan dostlara. Çox təşəkkür edirəm. Bizim Sosiologiya Akademiyası layihəsinin və Açar layihəsinin ümumilikdə bir neçə sponsoru var. Mən onları təqdim etmək istəyirəm. Onların başında dayanır Saloğlu Mebel. Saloğlu Mebeldən sizə hədiyyədir. Saloğlu Mebel Azərbaycan brendidir. Azərbaycanda nömrə 1-dir. Artıq regional brendə çevrilib. Xarici bazarlarda da satışı təşkil olunur. Yüksək keyfiyyət, bunu mən demirəm, bunu bir 100 nəfər müştəri mənə deyiblər. Bəli. Anket sorğusu. Var olsun Saloğlu Mebel. İkinci demək sponsor tərəfdaşımız Hacı Saylardır, Tayqa Ticarətin Hacı Saylardır.
Üçüncü, Minibos uşaq bezlərdə, o da Azərbaycan brendidir. Bura istehsalıdır. O da artıq xarici bazarlara çıxıb. Dördüncü sponsorumuz, tərəfdaşımız Zeni Parfum mağazalar şəbəkəsidir. Və beşinci sponsorumuz Katsan Qrup şirkətidir. Mebel və inşaat boyaları. Yüksək keyfiyyət həm də burada istehsal olunur, təqdim olunur. Təşəkkür edirəm İnqilab müəllim. Çox sağ olun, var olun. Dəyərli dostlar, siz də sağ olun bizi dinlədiyiniz üçün. Xahiş edirəm siz də mənim kimi qeydiyyat aparın mütləq. İnqilab müəllimdən çox şey öyrəndik bugün. İnşallah yeni görüşlərdə yenidən görüşünüzə gələcəyik. Allah amanında qalın, sağ olun. Sağ olun. Hacı Şay, imtina edilmeyecek teklif.